Marburg virusu nəticəsində 3 ölüm halı təsdiqlənib. Efiopiya hökuməti ölkənin cənub bölgəsində Marburg virusu səbəbilə 3 nəfərin öldüyünü təsdiqləyib. Səhiyyə naziri Mekdes Daba bildirib ki, Omo regionunda aşkar olunan yeni epidemiya ilə əlaqədar 17 şübhəli hal testdən keçirilib. Hazırda aktiv yoluxma qeydə alınmasa da hökumət profilaktik tədbirləri gücləndirib. Vaksini və təsdiqlənmiş müalicəsi olmayan Marburg virusu Ebola kimi yarasalardan insanlara keçir və yoluxmuş şəxslərin bioloji mayeləri ilə təmas zamanı yayılır. Müalicə olunmadıqda ölüm göstəricisi 88%-ə çata bilər. Virus yüksək qızdırma, əzələ ağrıları, qusma, ishal və ağır hallarda daxili qanaxma ilə müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı və Afrika Xəstəlikləri Nəzarət Mərkəzlərinin mütəxəssisləri bölgəyə göndərilib. Cənubi Sudan isə sərhədyanı rayonlarda əhalini əlləri tez-tez yumağa və bioloji mayelərlə təmasdan çəkinməyə çağırıb.